hündürlüyü az olan otaqlarda iri həcmli, dekorativ, üstündə gül və yaxud da ki, işarələr olan, elementləri olan divar kağızlarından istifadə etmək olmaz. O hündürlüyü salır aşağı. Bilirsiniz necədir? Divara seçilən elementlər, divara seçilən material elə bil ki, bir gizli qəhrəmandır. Evi həm sehirli görsədə bilər, həm qəşəng görsədə bilər. Həmçinin də eyni vaxtda divarı bərbad günə qoya bilər. Yəni bərbad şəkildə görsədə bilər. Bəli, eyni. Burada iki element var ki, evin belə deyim də sizə, evə birbaşa təsir edən amildir. Həm görsənir, həm görsənmir. Bu iki element bilirsiniz nədir? Biri rəngdir, biri də işıqdır. Əgər o ikisi birlikdə kontrast olmasa, siz divar kağızı seçdiyiniz yerdəki ilə evdə aldığınız rəng eyni olmayacaq.